Dinlər haqqında danışanda həmişə bir frazanı işlədirlər. Deyirlər ki, İsa Peyğəmbər xristiyan deyildi, Məhəmməd Peyğəmbər müsəlman deyildi. Hətta bunun siyasi, sosial ideologiyalar olan dinlərə keçən deyirlər ki, Karl Marx da Marksist deyildi. Və bu fikir əslində bir şey ifadə edir. Yəni, bu hər bir din özünə uyğun, öz təfəkkürünə, öz ideallarına uyğun insan modeli formalaşdırmalıdır. Və bu insan modelinin formalaşdırması da tarixi olaraq əlbəttə ki, deqradasiya uğrayır. Yəni, Dostoyevskinin Karamazov qardaşlarında yazdığı İsa Peyğəmbərin yenidən dirilişi kimi mövzularda görür ki, yəni, o mövcud xristiyan cəmiyyət və yaxud 15-16-cı əsrin orta əsrlərdəki indulgensiyalar, inkvizisiya məhkəmələri və s. əlbəttə ki, heç bir halda İsa'nın arzulamadığı bir dini şeylər idi və İsa'nın arzulamadığı bir din, kilsə idi. İndi buradan en şeydə əlbəttə ki, İslam haqqında da biz deyə bilərik. Məsələn, Nəriman Nərimanov hətta bizim böyük yatçımız və inqilabçımız Nəriman Nərimanov Bahadır və Sona romanında deyir ki, baş qəhrəman Bahadırın dilinə, daha doğrusu deyir ki, Məhəmməd Peyğəmbər dirilib gəlsəydi, öz dinini tanımazdı. Bu çox maraqlı bir situasiyadır, amma bugünkü bir dinə baxaq, bu insanların inandığı bir şeyə baxaq. Din deyəndə ki, insanların yəni statistik olaraq inandığı bir şey deyil. Yəni Azərbaycan əhalisinin 99% tutaq ki, İslam dininə inanırsa, bu demək deyil ki, onlar hamısı heç də Məhəmməd Peyğəmbərin bildirdiyi, arzuladığı və əlbəttə ki, təbliğ elədiyi şəkildə yaşayırlar. Erich Fromm deyirdi ki, insanların əgər biz beyinlərinin içinə baxırıq, görürük ki, Avropada ümumiyyətlə heç xristiyan yoxdur. Burada çoxlu adam yeyənlər var, şamanizmə inananı var, pagan dinlərinə inananları var və bu insanlar əslində heç bir halda xristiyan deyirlər. Yəni, nə təfəkkür olaraq, nə də fəaliyyət, əməli fəaliyyət olaraq. Amma mən başqa bir şey demək istəyirəm. Bu, müasir din və müasir insanların inandığı nəzəriyyələrə bir baxanda biz görürük ki, biz əslində insanlar kapitalizmə həqiqətən inanırlar. Məsələn, kapitalizmin gətirdiyi prinsiplərə inanırlar. Pulun gücünə inanırlar. Pulun insanı xoşbəxt edəcəyinə inanırlar. Və hər bir insan da, kapitalizmlə hər bir insan da əslində kapitalizmdən kənarda bir sistemin mövcudluğunu xəyal belə eləmir. Yəni, düşünür ki, kapitalizm bəşəriyyət üçün yaradılmış ən ideal, ən mənəvi əxlaqi dəyərləri olan bir sistemdir. Kapitalist sistemin içərisində bir insan kasıb ola bilər. Amma kapitalist sistemin və din adlandırdığımız şey deyir ki, kim kasıbsa onun günahı özündədir. Bu bir sistem sorunu deyil. Necə ki, bu terrorçularla bağlı deyirlər ki, bu İslam deyil. Eyni şəkildə kapitalist deyirlər, kimsə kasıbsa o da onun sorunu deyil. Və yaxud hər gün məsələn insanlar gedir səhərdən axşama qədər çox gərgin bir işdə işləyirlər. Ondan sonra çoxlu hər şey almaq istəyirlər, çoxlu kreditlər yığılır, kredit kartları yığılır. İstehlakçılıq həqiqətən kapitalist sistemin o təməlini təşkil edən bir şeydir. Və zaten də dünyada son 3-4 əsrə baxanda görürük ki, insanlarda dəhşətli bir istehlak bumu var, dəhşətli bir istehlak həvəsi var. Və bu həvəs insanın ən təbii, ən insan daxilindən gələn bir vərdişidir. Və kapitalist sistemdə insan bu vərdişin üstündə bərqərar olmuş bir sistemdir. Və ona görə də xristiyanlığın, İslamın və yaxud buddizmin arzuladığı ideal insan yetişdirə bilməsələr də, kapitalizm həqiqətən də o arzuladığı insanı, kapitalist, həqqi məndə kapitalist insanı yetişdirib. Məsələn, tutalım ki, konkret rəqəmlər də burada vermək olar da. Misal üçün, lap qədim dövrlərə biz geçsik, o dövrlərdə insanların əşyaları ancaq bir əmək alətləri ilə və geyimləri ilə məhdudlaşırdı. Misal üçün, 1894-cü ildə Cəmiyyət Qulzadə Danaba kəndinin əhvalatlarında Məmməd Həsən Əminiyevin təsvir edir. Evdə nə var? 2 dənə boş qap var, 1 dənə taxçada yorğan döşək var falan. Amma indiki hər hansı bir orta Məmməd Həsən Əmin kimi kasıb bir kəndlinin evində onlarla əşya var. Qab-qacaqlar da çoxdur, DVD-sindən tutmuş telefonuna, televizoruna, peykantinasından tutmuş evdəki minlərlə xırda alətə qədər. Və
bu inkişafı əslində heç bir yəni bu istehlak mədəniyyətinin, istehlak kültürünün bu qədər də inkişafı həqiqətən də kapitalist sistemin ən mühüm dayağıdır və yəni söhbətin əsas mövzusu da budur ki, kapitalist sistem və bir din kimi kapitalizm bu günə qədər həm xristianlığın, həm İslamın, həm buddizmin və digər səmavi dinlərin eləyə bilmədiklərini elədi və buna görə də müasir dinimiz həqiqətən də bütün tarix ərzində olan dinlərin ən böyüyü, ən güclüsü. Çünki onun milyardlarla az qala yer əhalisinin çox əziz bir çoxunluğunu təşkil edən müridləri, ona səmimi şəkildə inanan mücahidləri var.